Sabahınız xeyir olsun. Bugünler yine size buradan danışacağım. Buradan regionlaşma mövzusu uzun mövzudur. Buğda ümumiyyətlə çox güclü adaptasiya qabiliyyəti olan bir bitkidir. Yəni çeşidin regiona uyğunluğu olmasa da düzgün torpaq hazırlığında yaxşı nəticə götürmək olur. Ona görə də ilk başda bilmək lazımdır ki, torpaq analizi gəlir və düzgün torpaq hazırlığı gəlir. Düzgün torpaq analizi düzgün xəritə deməkdir. Torpaq analizi olmadan çıxılan yol xəritəsiz yola çıxmaqdır. Taxıl bəzi bitkilər kimi dərin şümünü istəyən bitki deyil. Torpaqda 15 cm-lik yaxşı hazırlanmış torpaq dərin şümdən daha yaxşıdır. Birinci olaraq tövsiyə edirəm ki, hər kəs torpağını analiz etdirsin. Mən sizə əminliklə deyirəm ki, ölkəmizdə 100 sentnerlik torpaqlar var və çoxdur. Sadəcə yanaşma düzgün deyil. Eyni ilə pambıqda da 100 sentnerlik torpaqlarımız az deyil. Gübrələr bahadır, başa düşürəm. Amma biz taxıla veririk 100 kiloqram, 150 kiloqram arası amofos, 100-150 kiloqram arası azot. Bu normal bəzi torpaqlarımızda 20-25 sentner məhsuldarlığı normasıdır. Bəzi torpaqlarımızda isə eyni norma ilə 35-45 sentner məhsuldarlığı üçün. Taxıldan söhbət gedir təbii ki. Amma elə torpaqlarımız var ki, o torpaqlarda 100-150 kiloqram amofos verməyə dəyməz. Elə torpaqlarımız da var ki, oradan hədəfimiz daha yüksəkdir. Biz 35-40 sentnerlik qulluq aparırıq. Yəni sözüm odur ki, regional olaraq məlumat bölüşmək istəyirəm, amma bu sadəcə tövsiyə xarakteri. Yaxşı olar ki, hər kəs öz torpağına fərdi yanaşsın. Məsələn, Səlyan, Neftçala, Hacıqabul, Biləsuvarın, Sabirabad tərəfləri ərazilərində yüksək dozlu gübrə verməyə gərək yoxdur. Çünki torpağın potensialı aşağıdır. Maksimum 150 kiloqram amofos, 8-10 kiloqram bor, fevral-martda 80 kiloqram karbamid, apreldə 50 kiloqram amonium nitrat, yəni silitra vermək yetərlidir. Bundan artığını versəniz də zaten məhsuldarlığı artırmayacaq, çünki torpağın olub olacağı maksimum 35 sentner. Kimsə yaza bilər ki, mən 50 sentner götürürəm. Yaxşı edirsən, istisna ərazilər də var. Drenajla təchiz olunmuş ərazilər və ya nisbətən daha diş ərazilər və s. Yəni demək istədiyim o kiçik 500 hektarla mən söhbətim ümumi regionun potensialından gedir. Amma İmişli, Ağcabədi, Beyləqan, Bərdə, Ağdam ərazilərinin çox hissəsi 45-55 sentnerlik ərazilərdir. Gübrələmə də ona görə, ona uyğun aparılmalıdır. Məsələn, 50 sentner məhsuldarlıq üçün 250 kiloqram amofos, 14-16 kiloqram bor, 140 kiloqram karbamid, 100 kiloqram silitra vermək lazımdır. Şabran, Xaçmaz, Quba, Qusar, Şamaxı, İsmailli ərazilərində 80 sentnerlik ərazilər çoxdur. Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Cəlilabad kimi zonalarda 60 sentnerdən 100 sentnerə qədər qarışıq münbitlikdə torpaqlar mövcuddur. Məsələ ondadır ki, bir neçə taxılçılıq sahəsində təcrübəçi, sayılıb seçilən sahibkar var ki, onlar qismən məhsuldarlıq üstündə çalışırlar. Qalan 100 minlərlə fermerin hədəfi 30-35 sentnerin altındadır. 30 sentnerdən aşağı hədəfdə olan sahibkarlar da həddən çoxdur. Sahibkarların hədəfi kiçikdirsə və ya sahibkar özü inanmırsa buradan 50 sentner götürmək olur, təbii ki, həmin xərcə də getmir, yəni torpaqda. Belə məsəl var da, yəni sağalmaq istəməyən xəstə üçün həkim heç nə eləyə bilmir. Mən sulanan ərazilərdən danışıram təbii ki, amma dəmi ərazilərdə də yetişdiricilik tamamilə fərqli protokollarla işlənməlidir. Yəni bizdə dəmiyə əkildi, buraxılır Allahın ümidinə. Daha hansısa doğru düzgün gübrə yatırımı belə edilmir. Dəmiyə əkinçiliyində bizim karbonmer gübrə təklifimiz var ki, tərkibi azot, qumat, hidrojeldir. Torpaqda suyu kristallaşdırır, buxarlanmasına, süzülüb getməsinə mane olur. Hidrojel deyəndə pampersin içindəki maddədən söhbət edir. Suyu palçıq formasında, gel formasında kök ətrafında saxlayır. Bu il karbonmerin tərkibində faizləri də artırmışıq. Yəni karbonmersiz də olsa dəmiyədə bitki düzgün başa düşülmür. Bitki üçün dəmiyədə susuzluq stresi ilə yanaşı duzluluq stresi də olur. Yəni torpaqda su azaldıqca, yağıntılar olmadıqca eyni zamanda torpaqda duzluluq da çoxalır və bu da bitkinin susuzluqla yanaşı eyni zamanda duz stresini də sağlar. Bitki susuzluq və duz stresində bioloji olaraq anlamaq, bu vəziyyətlərdə bitkidə gedən bioloji prosesləri anlamaq və bitkini həmin stres vəziyyətlərindən çıxartmaq üçün daha az zərərlə ötüşdürmək üçün hansı maddələri təmin etmək lazım olduğu barədə maarifləndirmə yetərli deyil. Bilmirlər demirəm yəni. Sadəcə tutaq ki, mən bilirəm. Bunu bölüşmədikcə ətrafımda 100-150 hektarda bu çatışmazlıqları aradan qaldırmaqda kömək etmək imkanı var. Amma ölkənin 400-500 min hektara yaxın ərazisində bu tədbirlərə ehtiyac var. Paylaşmadan, bölüşmədən, maarifləndirmədən fermer necə bilsin ki,
hal-hazırda onun təsərrüfatını nə gözləyir və nə götürə bilər? Yəni taxıldan hansı xəstəliyin məhsuldarlığa nə qədər təsir etdiyini, hansı xəstəliyin hansı şəkildə müalicə etməli olduğunu paylaşmaq lazımdır. Xəstəlik yox demədən ümumiyyətlə xəstəliyi söhbətini saxlayaq. Biz duzluluqdan danışırdıq. Duzluluqda bitkini özü bütün enerjisini sərf edib prolin istehsalına, duzluluq zamanı. Su az olduğuna görə də əlində olan biraz suyu buxarlandırmasın deyə yarpaqlarını gümüşü rəngə çevirir və transpirasiyanı azaltsın. Həmin vaxtlarda bir dəfə yarpaqdan atılan aminoasid yersiz atılan 5 dəfə qumatdan əfsəldir. NPK-dan əfsəldir. Yəni mövzu çox genişdir. Taxıl sezonu gəlir qabaqdan. Kimin nə sualı olsa buyursun, yazsın. Taxılçılıq mövzusunda daha geniş paylaşımlarım olacaq. İndi elə sadəcə ümumi məlumat bölüşürəm və hər kəsə də tövsiyə edirəm ki, torpağını analiz etmədən zəng etməyim. Mən də cavab verə bilmirəm suallarınıza. Ona görə mütləq xahiş edirəm, hər kəs torpağını analiz edib sonra zəng eləsin mənə. Yəni paylaşım ondan ötürü paylaşdım ki, taxıla aid suallar formalaşsın bu paylaşımın altında. Mən o suallara uyğun növbəti paylaşımda nələri bölüşməliyəm sizlə, hansı məsələləri işıqlandırmalıyam, onları növbəti paylaşımda həll edə bilim.